Salam uşaqlar, bugün DİM 20 sınaq kitabından mövzu sınaq 4'ü işləyəcəyik. Bu sınaqda hansı mövzular var? Bir dəyişənli tənliklər sistemi, tənlik qurmaqla məsələ həlli, bir də 4 bucaqlılar və çox bucaqlılar. Gəlin vaxt keçmədən keçək sualların izahına. Buna biraz belə eləyək, suallar yaxşı görsəniz. Deməli, birinci sual deyir 20%, tam ekran eləyək. 20% tənliyin böyük kökünə bərabər olan ədədi tapın. İlk öncə biz tənliyin böyük kökünü tapmalıyıq təbii ki. Onda diskriminantını tapsaq, D bərabər olacaq 25 çıxılsın 4 AC, yəni 16. Bu da bərabər olacaq neçə? 9. Deməli, onda x1 bərabər olacaq mənfi B, olacaq müsbət 5. Diskriminantdan 9-dan kök 3 çıxır, çıxılsın 3, bölünsün 2A'ya, yəni 4'ə 2 vur 2, 4 eləyir. Burada A'mız 2 daxil. Buradan da olacaq 2 bölünsün 4 bərabərdir 2'də 1. Bir də x2 kökünü tapaq. Olacaq 5 üstə gəlsin 3 bölünsün 4'ə. Bu da bərabər eləyəcək 8 bölünsün 4, yəni 2. Böyük köküm hansı oldu? 2. İndi bizə də deyirdi ki, tənliyin böyük kökünə bərabər olsun. 25%. 25%'in özü nə deməkdir? Yəni 4'də 1. 4'də 1'i 2 olan ədəd hansıdır? Təbii ki də 8. Yəni 2'ni 4'də 1'ə bölürük. Əksinə vuracaq 4'ə, o da eləyəcək 8. Yəni doğru cavab olacaq. Bir də D variantı. Keçək ikinci suala. Deyir ki, qabarıq 5 bucaqlının 3 daxili bucağı, düz bucaq, digər 2 bucağın fərqi 130 olarsa kiçik bucağı tapın. Biz bilirik ki, qabarıq 5 bucaqlının daxili bucaqların cəmi 540 dərəcədir. Və bunun 3 daxili bucağı düz bucaqdır. Onda olacaq düz bucaq neçə dərəcədir? 90. 3 vurulsun 90 eləyəcək 270 dərəcə. Onda 540'dan çıxaram 270 dərəcəni, bərabər qalacaq neçə? 270 dərəcə. Deməli, bu bucaqların cəmi 270 dərəcədir. Fərqində özü bizə deyir ki, x çıxılsın y 130 dərəcədir. Buradan sistem tənlik kimi toplasaq alt-alta y-lər gedəcək. Qalacaq 2x bərabərdir. Toplayanda 400 eləyəcək. 400'də 2'yə bölsək x bərabər olacaq neçə? 200 dərəcə. Biri 200 dərəcədirsə, o birisi də olacaq neçə? Y-də bərabər olacaq 70 dərəcə. Cəmi 270 idi. Biri 200 isə bir də 70 dərəcə. İndi bizdən nəyi soruşur? Kiçik bucağı tapın. Elə kiçik bucaq neçə oldu? 70 dərəcə. Yəni 2'də oldu doğru cavab B variantı. Üçüncü sual. Deyir ki, 3 ardıcılı natural ədədin cəmi onların hasili, daha doğrusu onların cəmindən 8 dəfə böyükdür. Bu ədədlərin ədəd ortasını tapın. Onda mənim natural ədədlərin biri olsun n, ardıcıl olarsa n plus 1 olacaq, bir də olacaq n plus 2'yə. Və bunların hasili olacaq n vurulsun n üstəgəl 1, bir də olacaq n üstəgəlsin 2, bərabərdir 8 dəfə böyük olduğu üçün onların cəmini 8'ə vurmalıyım. n plus 1, bir də n plus 2. Bu da bərabər olacaq n vurulsun n üstəgəl 1 və n üstəgəl 2 bərabərdir 8 vurulsun. Burada da 3n plus 3 alınır. Və buradan 3'ü mötərizə xaricdən çıxarsaq, onda olacaq n vurulsun n plus 1 və n plus 2 bərabər 8 vurulsun 3, bir də n plus 1 qalacaq yerində. Hər tərəfdən n plus 1'lər ixtisar gedəcək, olacaq n vurulsun n plus 2 bərabərdir 24'ə. Təbii ki, burada da hansı ədəd olacaq? N'in yerində 4 olsa 4 vur 6 olacaq, onların da hasili 24 eləyir. Onda mənim ədədlərim n 4'dürsə, olacaq bu 4, 5, 6 ardıcıl ədədləri də və onların ədəd ortası. Onda olacaq 4 üstə gəlsin 6 üstə gəlsin 5 bölünsün sayına, yəni 3'ə. 15 ilə 3'ə bölsək düşəcək ədəd orta 5, yəni doğru cavab olacaq C variantı. Keçək 4-cü suala. 4-cü sualda deyir ki, tənliklər sistemindən ifadəsinin qiymətini tapın. Onda mən ilk öncə tənliklər sistemində alt-alta toplasam, olacaq 9x üstə gəlsin 9y bərabərdir 12'yə. Hər tərəfdə 9'a bölsəm, onda x plus y bərabər olacaq 9'da 12. Onda ixtisar aparsaq 3'ə, qalacaq 3'də 4. Bir səfərdə aşağıdan yuxarını çıxsaq, onda 5x-dan 4x çıxanda qalacaq x, 4y-dən də 5y çıxanda qalacaq mənfi y və bərabərdir. Ondan da 2 çıxanda qalacaq 8. Deməli, mənə verilən ifadənin də açılışını yazsam, yəni olacaq x plus y və x minus y şəklində. Bir də üstə gəlsin 3'də 1'in özü. Bu da bərabərdir. Plus x plus y nə verir mənə? 3'də 4. Yazıram 3'də 4 vurulsun x minus y neçə verir? 8. Vurulsun 8, bir də üstə gəlsin 3'də 1'in özü. Olacaq 3'də 1. Bu da bərabərdir olacaq 8'i 3'də 4'ə vuranda eləyəcək 3'də 32, üstə gəlsin 3'də 1. Bu da eləyəcək 3'də 33 və 33'də 3'ə böləndə düşəcək 11. Yəni doğru cavab olacaq A variantı. 5-ci sual.
Deyir ki, diaqonallarının sayı 14 olan qabarıq çoxbucaqlığın daxili bucaqların cəmini tapın. Deməli, diaqonalların tapılması n vurulsun, n çıxılsın 3 bölünsün 2 şəklindədir və bərabər deyir neçəyə 14-ə. Buradan da olacaq n vurulsun, n çıxılsın 3 bərabərdir 28-ə. Buradan da olacaq n kvadratı çıxılsın 3n, bir də 28-i keçirsək sol tərəfə çıxılsın 28 bərabər 0 olacaq. Burada da Viet teoremindən tapa bilərikmi? Hasili 28 toplayanda müsbət 3. Deməli 7 mənfi 4 olacaq da köklər. Həqiqətən vuranda mənfi 28 eləyir, toplayanda əks işarə ilə mənfi 3-ün əksi olur, yəni müsbət 3. Buradan təbii ki, mənfi götürməliyik tərəfin sayını. Tərəflərin sayı olacaq 7, yəni 7 bucaqlı olacaq. İndi daxili bucaqların cəmi olacaq n vurulsun, daha doğrusu n çıxılsın 2 vurulsun 180 dərəcə. Bu da bərabər olacaq 7 çıxılsın 2, 7-dən 2 çıxanda neçə qalacaq? 5. 5 vur 18. Daha doğrusu 18 nə idi? 180. Bu da bərabər olacaq 5-i 18 vuran 90, 1-i 0 artıraraq olacaq 900. Yəni doğru cavab olacaq C variantı. Keçək 6-cı suala. Görək bizdən nə istəyir? 6-cı sualda deyir tənliyi həll edin. Deməli, birinci tənliyin özünü yazaram. Yəni x kvadratı üstə gəlsin x bölünsün x çıxılsın 1 bərabərdir. 4 çıxılsın 6x. Məxrəcdə 1 çıxılsın x-dir. Onların yerini dəyişsə mənfini qabağa çıxardıram. X çıxılsın 1 yazıram. Burada məxrəclər eyni olsun deyə. İndi və bir də bu tənliyi sağ tərəfə keçirsəm. Onda olacaq x kvadratı üstə gəlsin x bölünsün x çıxılsın 1-ə. Bu mənfi kəsri ifadəni sağ tərəfə, sol tərəfə keçirsəm olacaq üstə gəl x çıxılsın 1-də 4 çıxılsın 6x. Bu da bərabərdir 0-a. Onda məxrəclər eynidirsə toplasam olacaq x çıxılsın 1-də, sürətləri də toplasam olacaq x kvadratı müsbət x mənfi 6x. Eləcə çıx 5x, bir də üstə gəlsin 4-ün özü bərabərdir 0-a. Bu kəsr nə vaxt 0 olar? Sürət 0 olanda. Onda sürətin belə desək, köklərini tapsaq, x kvadratı çıxılsın 5x, üstəgəl 4 bərabər 0-a. Köklər vietini tapsaq, hasili 4, toplayanda 5 eləyin. 4 ilə 1-in özü olacaq. Həqiqətən vuranda 4 eləyir, toplayanda müsbət 5. Təbii ki, biz 1-i burada götürməliyik kök kimi. Çünki burada məxrəcdə x çıxılsın 1-dir. Yəni, burada 0 alınar, 0-a bölmə olmaz. Ona görə biz kök olaraq 4-ü götürəcəyik. Yəni, Y variantı. Keçək 7-ci suala. Buranı da silək. Deməli, deyək ki, orta xətti 6,5 cm olan trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyardır. Trapesiyanın diaqonallarından biri verilib, o biri diaqonal bizdən soruşur. Bura bir dənə trapesiya çəksək, baxın, bu olsun bizim trapesiyamız. Və bunun diaqonalları nədir? Qarşılıqlı perpendikulyardır. Onda diaqonalları çəkək və perpendikulyar olsun. Bura perpendikulyardır. Baxın, burada adlandırsaq A, B, C, bir də D. Baxın, BD-yə perpendikulyar, daha doğrusu paralel bir dənə düz xətt çəkirəm və buranı da birləşdirirəm. Onda bura perpendikulyarsa bu hissədə nə olacaq? Perpendikulyar olacaq. Çünki BD CF-ə nədir? Paraleldir. Paralel düz xətt çəkdik. İndi burada bu tərəf A olsun, bura B olsun. Orta xətti 6,5-dirsə, onda oturacaqları cəmi neçə olacaq? 6,5-in 2 misli, yəni 13. Onda bura D idi. Bura A-dırsa, onda burada A olacaq. Onda biz dedik A plus B, yəni orta xətt bərabər oldu. Oturacaqlar cəmi bərabər oldu neçəyə? 13-ə. Deməli, onda bura A plus B-dir. Elə cəmi eləyəcək 13 və katetlərindən biri də 5-dir. Burada 5-dir. Onda burada yaranmışdı düzbucaqlı üçbucaq. Onda CF-ə də bir x desəm, onda olacaq x-in kvadratı üstə gəlsin 5-in kvadratı bərabər hipotenuzun kvadratı, yəni 13-ün kvadratı. Buradan da olacaq x kvadratı bərabərdir 13-ün kvadratı 169, 5-in kvadratı 25 eləyir. Çıxanda qalacaq 144. X kvadrat 144 isə x də bərabər neçə olacaq? 12. Yəni doğru cavab burada olacaq B variantı. Keçək 8-ci suala. Deyir ki, daxilinə çəkilmiş çevirən radiusu 3,5, kör bucağı 150 olan rombun perimetrini tapın. Buradan bir dənə romb çəksək. Çəkə biləcəyik. Aha, bu bizim rombumuz olsun. Bir dənə daxilində nə var? Çevrə var. Bu da bizim olsun çevrəmiz. Eləyək, çox oxşarsın. Aha, bu da bizim çevrəmiz olsun. Və çevrənin radiusu deyir neçədir? 3,5. Buradan mən bir diametr keçirdirəm. Onda burada 3,5-dir və burada 3,5. Cəmi neçə eləyəcək? Diametr 7 eləyəcək də. Deməli, bu da həm də nədir? Hündürlük də, rombun hündürlüyü. Onda buradan bir hündürlüyü endirirəm. Bura deməli oldu 7.
Kör bucağı 150 dərəcədirsə, onda iti bucağı neçə olmalıdır? 30 dərəcə. Çünki cəmi 180 dərəcədə. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni 7 hipotenuzun yarısı. Deməli hipotenuz 14 imiş ki, onun yarısı 7 olur. Rombun da tərəfi 14 oldusa, onda P bərabərdir 4A düsturu ilə tapılır. Olacaq 4 vurulsun 14 bərabərdir 56. Yəni doğru cavab burada olacaq C variantı. 9-cu sualda nə istəyir bizdən? Deyir ki, B parametrin hansı qiymətində tənliyin sonsuz sayda kökü var. Deməli, biz bilirik ki, AX bərabərdir B tənliyində A bərabər B, o da bərabər nə olmalıdır? 0 olmalıdır. Onda sonsuz sayda həll olur. Onda burada olacaq AB çıxılsın 13 bərabər 0-a. Onda buradan AB bərabər 13 olacaq. Bir də 2A çıxılsın 15-dir, daha doğrusu 15 neydi? Bərabər 0. Buradan 2A bərabər oldu nəyə? 5-ə. Buradan A da bərabər olacaq nəyə? 2 tam onda 5-ə. Onda A-nın qiymətini burada yerinə yazsaq olacaq 2 tam onda 5, B bərabərdir 13. B də bərabərdir 13, 2 tam onda 5-ə böləndə düşəcək 5. Yəni doğru cavab burada olacaq 5 yox, daha doğrusu 5 tam onda 2. Yəni burada doğru cavab olacaq nə? C variantı. Keçək 10-cu suala. Deyir ki, tənliyin neçə həqiqi kökü var? Biz burada ilk öncə nəyə fikir veririk? Görürük ki, burada kök altındadır ifadə, burada da moduldadır. Yəni hər birinin ən kiçik 0 və yaxud da müsbət bir ədəd çıxmalıdır. Burada müsbət ədəd çıxsa, onların cəmi müsbət bir ədəd eləməlidir. Amma 0 çıxıbsa, deməli hər birinin qiyməti nəyə bərabər olmalıdır? 0-a. Onda burada olacaq x kvadrat çıxılsın 3x çıxılsın 10 bərabər 0-a. Bir də x kvadratı üstə gəlsin 7x üstə gəlsin 10 bərabər 0-a. Burada V teoreminin köklərini tapsaq, vuranda mənfi 10, toplayanda müsbət 3. Onda olacaq 5 ilə mənfi 2 kökləri olacaq. Burada da vuranda 10, toplayanda mənfi 7, mənfi 5, mənfi 2 olur. Həqiqətən vuranda müsbət 10 eləyir, toplayanda mənfi 7. Burada da ortaq kökü hansıdır? Hər ikisini ödəyən mənfi 2. Yəni bir həqiqi kökü var. Doğru cavab olacaq D variantı. Keçək 11-ci suala. Buranı da silək. Təbii ki, biz bilirik ki, paralelogramın bir itib bir kör bucağın cəmi olmalıdır 180 dərəcə. Onda olacaq x üstə gəlsin x plus 70 dərəcə bərabər olacaq 180 dərəcəyə. Buradan 2x bərabər olacaq 110 dərəcə. X də bərabər olacaq 55 dərəcə. İti bucağı oldu 55 dərəcə. Onda olacaq 180-dən də 55 çıxanda qalacaq nə? Kör bucağı 125 dərəcə. B bucağı oldu 125 dərəcə. Yəni Y variantı. Keçək 12-ci suala. Buranı təmizləyim. Deməli 12-ci sualda deyir ABCD trapesiyası. Yəqin ki D buradadır. Burada yaxşı görsənmir. Bura olsun D tərəfi. Burada C. Deyir AD 16-dır. Bura yazıram 16. AM ilə də DM nədir? Tən bölənlərdir. Yəni buralar tən böləndirsə, onda daxil çarpaz olduğu üçün bu bucağa bərabər. Burada bərabər yanlı üç bucaq alınır. Tutaq ki, bura bir x desək, onda BM-də nə olacaq? X. Eləcə də DM-də də tən böləndirsə, burada da daxil çarpaz bucaqları yaranıb, bərabər yanlı üç bucaq olur. Bu iki isə bir-birinə bərabər. Bura y-dirsə, burada olacaq nə? Y. Və bizə perimetrini verib 38. BC tərəfinin uzunluğunu soruşur. Onda perimetr verilibsə, olacaq x plus y, 2x, 2y yaranır da. Olacaq 2x üstə gəlsin 2y, bir də üstə gəlsin oturacaq 16 bərabər olmalıdır 38. Buradan olacaq 2x üstə gəlsin 2y bərabərdir 38-dən 16 çıxanda qalacaq 22. Hər tərəfdə 2-yə bölsək olacaq x plus y bərabərdir 11-ə. Elə bizdə də BC tərəfi x plus y-dir, yəni olacaq 11. Doğru cavab olacaq D variantı. Keçək 13-cü suala. Deyir ki, 2 ədədin ədədi ortası 10,5, kvadratı isə 189 olsa bu ədədin, daha doğrusu orada kvadratlar fərqidir uşaqlar, orada düşməyib yaxşı. Kvadratlar fərqi də 189 olarsa bu ədədlərin fərqini tap. Deməli 2 ədədin ədəd ortası onda olacaq A plus B bölünsün 2 bərabərdir 10,5-ə. Onda buradan aydın olur ki, bu 2 ədədin cəmi nədir? 21-dir. Və kvadratlar fərqi olacaq A kvadrat çıxılsın B kvadratı bərabər 189-a. Bunun da açılışını yazsaq olacaq A plus B A çıxılsın B-yə bərabərdir 189-a. İndi A plus B 21-dir. Bura 21 yazsaq, hər tərəf 21-ə bölsək, onda A çıxılsın B bərabərdir qalacaq neçəyə? 9-a. Yəni doğru cavab olacaq D variantı. Keçək 14-cü suala. Deyir A parametrin hansı qiymətində tənlilər sisteminin həlli yox. Biz bilirik ki, qaydaya əsasən nisbətləri, hər iki nisbət bərabər olmalıdır, üçüncü nisbətdən fərqli olmalıdır. Onda olacaq 5 bölünsün A bərabər olacaq 2 bölünsün 3-ə, amma fərqli olmalıdır üçüncüdən. 13 bölünsün 8-dən. Buradan bu ikisini götürüb çarpaz vursaq olacaq 2A bərabərdir 3-də 5, 15. Hər tərəfdə 2-yə bölsəm A bərabər olacaq nəyə? 7,5. Yəni doğru cavab olacaq A variantı. Keçək 15-ci suala. Deyir tənliyin köklərinin qarşılıqlı əks ədədlər olarsa bu tənliyin kiçik kökünü tap.
Əgər burada dediyi kimi kökləri qarşılıqlı əks ədədlərdirsə, onda qarşılıqlı əks ədədlərin cəmi nədir? Sıfırdır. Yəni x1 üstəgəlsin x2 bərabər olmalıdır sıfıra. Və bizdən köklər cəmi nəyi verdi? Əks işarə ilə p-ni. Onda olacaq 2a çıxılsın 7 bərabərdir sıfıra. Buradan olacaq 2a bərabərdir 7-yə. A da bərabərdir neçəyə? 3,5-ə. Deməli, a-nın qiyməti oldu 3,5. Biz dediyimiz kimi bu sıfıra getdi. Onda qaldı yerdə x kvadratı çıxılsın 5a plus 1,5. Onda 5-i 3,5-ə vuracağıq. Bir də üstünə gələcəm 1,5. Və burada qarşıda mənfi də var uşaqlar. O mənfini də nəzərə alaq. Buradan vuranda eləyəcək mənfi 17,5. Üstünə də gələcəm 1,5 bərabər eləyəcək çıx 16. Yəni burada da çıx 16 yazacağım. Bərabərdir sıfıra. Buradan da tənliyi həll etsək olacaq x kvadrat bərabərdir 16, x də bərabərdir plus minus 4-ə. Təbii ki, kiçiyini soruşursa mənfi 4-ü götürəm. Yəni doğru cavab olacaq B variantı. Buranı təmizləyək, növbəti suala keçək. Deməli, deyək ki, perimetri 10 cm olan poliqramın xarici oblastında olmaqla 10 tərəfləri üzərində qurulmuş kvadratların perimetrləri cəmini tapın. Gəlin bu şəkil çəkim, vaxt getməsin. Şəkil çəkdim burada hazır formada. Vaxt getməsin deyə. Onda bu tərəfə bir A desəm, bura B desəm, onda burada A olur, burada B olur. Onda bu aşağıdakı kvadratın perimetri olacaq 4B, burada olacaq 4B, burada 4A olacaq perimetr, burada olacaq 4A. Çünki tərəf A-da poliqram tərəfləri üzərindədir. Onda bunların perimetrləri olacaq 4A, 4A, 8A, üstə gəlsin 4B, 4B, 8B. Və poliqramın da perimetri neçə idi? 13 idi. Yəni 2A üstə gəlsin 2B bərabər niyə? 13-ə. İndi biz bunu tapsaq, bunun hər tərəfini 4-ə vursaq, elə bil 8A plus 8B olacaq da. Onda 13-ü də 4-ə vuranda eləyəcək neçə? 52. Yəni doğru cavab olacaq B variantı. Və yaxud da belə də deyə bilərsiniz, hər bir tərəfi 4 dəfə artırıbsa, perimetrdə 4 dəfə artacaq. Yenə 4-ə vurarsınız. Keçək 17-ci suala. Deyək ki, kvadrat tənlik kökləri cəmini tapın. Yəni adından məlum olduğu üçün kvadrat tənlikçi deməli x-in qüvvəti nə olmalıdır? 2 olmalıdır. Onda olacaq 5m çıxılsın 13 bərabərdir 2-yə. Buradan olacaq 5m bərabərdir 15-ə. M də bərabərdir neçəyə? 3-ə. M 3 isə onda olacaq x kvadratı çıxılsın 3 dəfə 7 neçə eləyəcək? 21. 21x bir də üstə gəlsin 2 bərabər 0-a. Deyir tənliyin kökləri dilim dolaşır. Kvadrat tənliyin kökləri cəmini tapın. Təbii ki, kökləri cəmviyyət teoremi bilirik ki, əks işarə nəyə? P-yə bərabərdir. Onda olacaq x1 üstə gəlsin x2 bərabərdir müsbət 21. Yəni doğru cavab burada olacaq A variantı. Keçək 18-ci suala. Deyir tənliyin kökləri cəmini tapın. Deməli, ilk öncə mən nəyə fikir verməliyəm? Burada kök altındadırsa mənfi ola bilməz. Yəni, x çıxılsın 5 böyük bərabər olmalıdır. Nədən? 0-dan. Buradan da x böyük olacaq nədən? Böyük bərabərdir 5-dən. Və burada da hasil 0-dırsa, deməli bunların hər birini nə etməliyəm? 0-a bərabər götürməliyim. Onda olacaq kök altında x çıxılsın 5 bərabər 0-a, hər tərəf kvadrat yüksəlsə olacaq x minus 5 bərabər 0-a və x də bərabər olacaq 5-ə. Digər tərəfdən x kvadrat çıxılsın 8x, üstə gəlsin 12 bərabər 0 götürməliyik. Buradan da kökləri elviyyətini tapsaq, hasili 12 toplayanda müsbət 8. Bu da olacaq 6 ilə 2. Deməli burada mənim şərtim nə idi? X böyük olmalıdır 5-dən. Böyük bərabər olmalıdır. Bu şərtimi ödəyir, 6 ödəyir, amma 2 şərti ödəmir. Deməli, köklər oldu 5 ilə 6 və məndən cəmini soruşur. 5-in altında cəmini neçə eləyər? Müsbət 11. Keçək 19-cu suala. Deməli, 19-cu sualda kiçik diagonalı 15 kök altı 3 isə, onda perimetrin ilk öncə tərəfini tapaq. Deməli, D bərabərdir A kök altında 3. Deməli, 6 bucaqlıda kiçik diagonal tapanda D kiçik bərabər tərəfini kök altda 3 mislinə. Və bu da deyir bərabərdir kiçik diagonal 15 kök altda 3-ə. Buradan hər tərəfdən kök altda 3-lər gedər. Onda tərəf bərabər olacaq nəyə? 15. Biz də bilirik ki, P bərabər nəyə? Düzgün 6 bucaqlıda 6A. O da olacaq 6 vurulsun 15 bərabər neçə eləyir? 90. Yəni doğru cavab olacaq A variantı. Keçək 20-ci suala. Deyir tənliyinin köklərinin kublar cəmini tapın. Deməli, onda mən yazıram. x1-in kubu üstə gəlsin x2-nin kubu. Bunda açılışı nə olacaq? x1 üstə gəlsin x2. Burada da olacaq x1 kvadratı çıxılsın x1 vurulsun x2. Bir də üstə gəlsin x2-nin kvadratı. Onda mən bərabərdir. Bunu bu şəkildə yazaram. x1 üstə gəlsin x2. Burada da əlavə düsturlar var idi. Yəni x1 üstə gəlsin x2-nin kvadratı çıxılsın 3, x1 vurulsun x2 şəklində. Bu əlavə düsturdur. Onda buradan
Tənlikdən aydın olur ki, köklər cəmi, yəni x1 plus x2 bərabərdir əks işarə ilə p-yə, yəni -5-in əksi eləyici müsbət 5, kökləri hasil, yəni x1 vurulsun x2 də bərabər sərbəst həddə, yəni 3-ə. Bu da bərabər oldu 3-ə. Qiymətləri yerinə yazsaq, olacaq bərabər. Cəmi neçə idi? 5. Olacaq 5 vurulsun. Burada olacaq 5-in kvadratı 25 çıxılsın 3 vurulsun 3-ə. Yəni 9. Bu da bərabər də olacaq 5 vurulsun 16. O da bərabər eləyəcək neçə? 80. Yəni doğru cavab olacaq. Burada da Y variantı. Keçək. Bu neçənci? 20. 21-ə keçək. 21. Deyir perimetri 46 cm olan ABCD paralelogramında AK tən bölən, bura C-dir, bura D-dir, burada K-dır. AK tən bölən AD. Burada düşmüyor uşaqlar. Burada AD çıxılsın KC bərabər 10'dur. Deyir olarsa AD-ni tapın. İndi tən böləndirsə, onda buraları işarələyək. Onda bu bucaq tən bölən olur. Burada daxil çarpaz bucaq olur. Burada bərabər yanlış bucaq alınır da. Tən bölən çəkilində həmişə orada yan tərəf bu ayırdığı qarşı tərəfdən uzunluğuna bərabər olur. İndi biz burada neyniyək? Onda biz KC-yə bir x desək, onda AD çıxılsın KC bərabər idi 10-da. Yəni BC-dən KC çıxanda hara qalır? Bu hissə. Yəni neçə qalıb orada da 10 qalıb. Deməli BK da 10'dur. Bu yan tərəfə bərabər idi. Onda burada olacaq 10. Və perimetrdə 46 idi. Onda 46-yı 2-yə bölərəm. Bu iki tərəfin cəmi qalar məndə. Onda olacaq 10 üstə gəlsin 10 plus x bərabər. Yəni enlə uzunluğu cəmi olur da 46-yı 2-yə bölündü. Olacaq 23. Buradan da x bərabər olacaq 23-dən 10, 20 çıxanda qalacaq 3. Deməli KC neçə oldu? 3 olmuş oldu. Bizdən də AD-ni soruşur. 10, 3-də bu eləyəcək 13. Yuxarı 13-dürsə burada olacaq 13. Yəni doğru cavab olacaq A variantı. 22-ci sual. Buranı təmizləyək. Deməli deyək ki, bir fəhlə işi təklikdə digərinə 1 saat tez yerinə yetirir. Onlar birlikdə bu işi 1 saat 12 dəqiqə yerinə yetirərlərsə, hər fəhlə təklikdə neçə saata yerinə yetirir? Tutaq ki, birinci fəhlə bir t saata yerinə yetirirsə, onda ikinci fəhlədə nə olmalıdır? T plus 1 saata yerinə yetirməlidir. Bir digərindən 1 saat tez yerinə yetirək. Və bunlar da cəmi işi birlikdə neçə saata görürlər? 1 saat 12 dəqiqə, yəni 72 dəqiqə. 72 dəqiqə neçə saatdır? 72 böl 60 düşəcək neçə? İxtisar gedir 12, qalacaq neçə? 5-də 12 yox, 5-də 6 saat. 5-də 6 saat. Onda bu t saata yerinə yetirirsə, 1 saata işin t-də 1 hissəsini görər. T plus 1 saata yerinə yetirirsə, işin 1 saata t plus 1-də 1 saata yerinə yetirir. Və bunlar da cəmi birlikdə işləyəndə neçə saata yerinə yetirirlər? 5-də 6. Burada tənliyi ortaq məxrəc eləyib hesablasaq, t bərabər kökü çıxır 2. Yəni deməli oldu. Onda bərabər yazıram 2 saat. Digərdə t plus 1 idi, yəni olacaq neçə saat? 3 saat. Yəni doğru cavab olacaq D variant. Burada hesablamadım vaxt getməsin deyə artıq tənliyi qurdum. Özünüz hesablayıb da tapa bilərsiniz. 23-cü sual. Buranı silək. Deyir ki, tənliyin kökü m olarsa, ifadəsinin qiymətini tapın. İlk öncə gəl tənliyimizi həll eləyək. Onda olacaq 4x çıxılsın 6. Mötərizələr açıq olacaq çıxılsın 2x çıxılsın 5. Üstə gəlsin x çıxılsın 3. Bərabər deyir neçə? 40-a. Buradan da olacaq x-lar toplayıb çıxsaq, eləyəcək 3x çıxılsın mənfilər -5 -14 eləyəcək. Bu da eləyəcək 40-a. Buradan olacaq 3x bərabərdir. 40-ın üstünə 14 gəndə eləyəcək 54. Hər tərəfdə 3-ə bölsəm x bərabər olacaq 18. Yəni kök oldusa 18 deyir, bu da m-ə bərabər. Onda m-in yerinə 18 yazsam olacaq 18 üstə gəlsin. Kök altında 2 vur 18, yəni 36 çıxılsın 0,9. 36-dan təbii ki də 6 çıxacaq. 6 ilə də 18 toplasam eləyəcək 24 çıxılsın 0,9. Bu da bərabər eləyəcək 23,1. Yəni yekun cavabım oldu 23,1. Buradan da buranı silək. Deməli keçək neçənci suala? 24-cü suala. Deyir parametrin hansı ən böyük tam qiymətində tənliyin 2 müxtəlif kökü var. Deməli, əgər biz istəyiriksə 2 müxtəlif kök olsun, onda nə olmalıdır? Diskriminant böyük olmalıdır 0-dan. Onda diskriminantı necə hesablayırdıq? B kvadratı çıxılsın 4AC. Böyük olacaq nədən? 0-dan. B kvadrat. B-nin yerində nə durur? -5. -5-in kvadratı eləyəcək 21 başa yazsam 25 çıxılsın 4AC. 4 vurulsun A-mız 1-dir. 1 yazıram. C-miz də neçədir? A böl 4. Böyük olmalıdır nədən? 0-dan. Buradan da hesablasaq 4-ləri ixtisar gedər. Onda olacaq 25 çıxılsın A böyükdür 0-dan. Buradan da A-nı sağ tərəfə keçirik. Olacaq A kiçikdir 25-dən. A 25-dən kiçik isə olacaq 24, 23 və s. belə gedəcək. Burada da ən böyük qiymətini soruşur. Olacaq A-nın ən böyük qiyməti 24. Keçək 25-ci suala. Deməli 25-ci sual deyir
kvadratında S7 62'dir. Buraya yazıram 62. Onda bura 90 dərəcədir. Onda bura neçə dərəcə qalır? 28 dərəcə. Deyir olarsa ACY bucağını soruşur. Yəni bu x-i bizdən soruşur. Biz bilirik ki, kvadratın diaqonalı onun bucağını yarıya bölür. Yəni 45 45. Onda x plus 28, buradan yazıram x üstə gəlsin 28 bərabər olmalıdır nəyə? 45-ə. Buradan da x bərabər olacaq 45-dən 28 çıxanda qalacaq 17 dərəcə. Yəni cavab oldu 17 dərəcə. Keçək buradan 26-cı suala. Buranı da təmizləyək. Deyir tərəflərindən biri 7, digər tərəf və diaqonalı tam ədəd olan düzbucaqlının perimetrini tap. Deməli buradan mən bir düzbucaqlı çəkirəm. Gör bizdən nə istəyir tam olaraq. Deyir bura 7-dir, tərəflərində biri. Diaqonalla deyir digər tərəfdə tam ədəddir. Onda bura 1 A deyim, tərəfinə burada bir B deyək. Onda bura düzbucaqlı üçbucaqdır. Onda yazıram 7-nin kvadratı, yəni elə 49 yazıram da. 49 üstə gəlsin A-nın kvadratı bərabər hipotenuzun kvadratı, yəni B-nin kvadratı. Buradan da olacaq B kvadratı çıxılsın A kvadratı bərabərdir nəyə? 49-a. Bunda açılışın yazsam olacaq B çıxılsın A, bir də olacaq B üstə gəlsin A-ya. Bərabər 49. Nəyin hasil 49 eləyər? 1 ilə 49-un, bir də 7 ilə 7. Yəni cəminlə fərqinin qiyməti hər biri 7 ola bilməz. Onda deməli bunların fərqi B çıxılsın A bərabər 1 olacaq. Cəmi də B plus A bərabər olmalıdır nəyə? 49-a. Sistem tənini həll etsəm onda olacaq 6-da toplasam 2B bərabər də olacaq 50-yə. B də buradan bərabər olacaq neçə? 25-ə. B burada 25 isə 25. Onda A-nın da qiyməti olacaq 24. Pifagor teoreminə görə. Məndən də perimetr soruşur. P bərabər 2 vurulsun. 7 üstə gəlsin 24-ə. O da bərabərdir. 7 ilə 24-ün cəmi eləyəcək 31. 2-yə də vursaq eləyəcək 62. Yəni doğru cavab burada olacaq 62. Qəşəng sual idi. Sonra 27-ci sual deyir, qabarıq eni bucaqlı üçün uyğunluğu müəyyən edin. Deməli burada variantlarda görürəm ki, daxili bucaqların cəmidir, diaqonal sayıdır, bir də bir təpədən çıxan diaqonal sayını soruşur. Onların düsturunu yazıram. Ümumi bucaqların cəmi, daxili bucaqların cəmi yəni. Hansı düsturdur? N çıxılsın 2, vurulsun 180. Sonra diaqonalların sayı. Diaqonal sayıda n vurulsun, n çıxılsın 3, bölünsün 2 şəklində hesablanır düstur. Bir də bir təpədən çıxan diaqonal sayı. Bir təpədən çıxan diaqonal sayı. O da olacaq n çıxılsın 3 şəklində. Burada artıq qiymətləri gətirib yenə qoyub uşaqlar. N'in qiymətlərini. Hamısını bir-bir hesablamaq lazımdır. Burada hesablayanda vaxtımız getməsin. 1 olacaq B variantı. 2-də olacaq A, C. Bir də 3-də olacaq D, Y. Yəni buradakı qiymətlərin hər birini bu 3 düstura yenə qoyub yoxlamaq lazımdır. Yəni o düsturlarda mən qeyd etdim. Sonra keçək 28-ci suala. 28-ci sual. Deyir ki, ABCD trapesiyasında AM, MY-yə, Y və o da bərabərdir YB-yə, eləcə də DNF bir-birinə bərabərdir məsafələr və X plus Y cəmi bizdən soruşur. Deməli, mən buradan 2 dənə trapesiyadan gedəcəm. Birinci bu trapesiya baxıram, yəni aşağıdakı trapesiya baxıram. Və bu hissəyə. Oturacaqların cəmi orta xəttdə verməlidir. Cəminin yarısı daha doğrusu. Onda olacaq 14 plus 2y, 14 üstə gəlsin 2y, bölünsün 2-yə bərabər nə olmalıdır? Orta xəttdə, yəni 16-ya. Onda buradan da olacaq 2y üstə gəlsin 14 bərabərdir 32-yə. Buradan da 2y bərabər olacaq 18-ə, y də çıxır ki, neçədir? 9. İndi digər tərəfdən digər trapesiya baxıram. Baxın, bu yuxarıdakı trapesiya. Burada da 3x ilə 16-nın cəmi orta xətti, yəni 14-ü verməlidir. Onda olacaq 3x üstə gəlsin 16, bölünsün 2-yə bərabərdir 14-ə. Orta xətt oturacaqların cəmi yarısıdır. Buradan da olacaq 3x plus 16 bərabərdir 28-ə. Buradan da olacaq 3x bərabərdir 12-yə. X da bərabərdir 4-ə. Deməli, biri 4 oldu x, y də 9. Və məndən cəmini soruşur. Olacaq 9 üstə gəlsin 4 bərabərdir 13-ə. Keçək neçənci suala? 29-cu suala. Deməli, buranı təmizləyim. Deməli, bizə burada 2 dənə tənlik verib, həllər çoxlu isə burada Venn diaqramda göstərilib. Bizə nəyi soruşur? X, Y-i tapmaq soruşur. Birinci gəlin hələ M-ni tapaq, sonra həll eləyək. Deməli, burada A çoxluğun həllər çoxluğudur, A tənliyinin həllər çoxluğudursa 2-1. Onda X-in yerinə 2 yazaram, olacaq 3.
3 vurulsun 2, elə birbaşa yazanda 6 eləyir. Buradan da y-in yerinə -1 yazanda olacaq çıx 4 bərabərdir m-ə. Buradan da m bərabər olacaq nəyə? 2-yə. m2-dirsə onda 3x üstə gəlsin 4y bərabər olacaq 2-yə. Digər tərəfdən b-nin qiymətlərini tapaq, yəni n-i tapaq. Buradan x-in yerinə 1 qoyanda y -2 olmalıdır. Onda x-in yerinə 1 qoysam olacaq 5 vurulsun 1, 5. Y-in yerinə də -2 qoyanda olacaq çıx 2 bərabər olacaq n-ə. Buradan da n bərabər olur neçəyə? 3-ə. Onda mənim ümumi tənliyim olacaq 5x üstə gəlsin y bərabərdir 3. Və məndən nəyi soruşur? 2x çıxılsın 3y. Elə aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxsaq, yəni 5x-dən 3x çıxsaq qalacaq neçə? 2x, y-dən 4y çıxanda qalacaq -3y bərabərdir 3-dən də 2 çıxanda qalacaq 1. Həqiqətən 2x minus 3y soruşurdu, onda qiymət oldu neçə? 1. Keçək 30-cu suala. Buranı da təmizləyək. Deməli, bizdən istəyir ki, ABCD düzbucaqlısında deyir ADA, CD tərəfi B-yə bərabərdir. ACD D olarsa D kubu, gəlin yazaq, D kubu böyükdür A kubu üstə gəl B kubundan. Deyir, olduğunu ispat eləyin. Yaxşı, bunu biz ispat etmək üçün nə edə bilərik? Pifaqor teoremindən gedə bilərik də. Onda olacaq D kvadratı bərabər nəyə? Katetlərinin kvadratları cəmi. Yəni A kvadratı üstə gəlsin nəyə? B kvadrat. Biz bilirik ki, burada hipotenuz hər bir katetdən nədir? Böyükdür. Yəni biz bilirik ki, D həm böyükdür A-dan, D həm də böyükdür nədən? B-dən. Onda burada gəlin birinci tənliyin daha doğrusu bərabərsin hər tərəfini A kvadratına vuraq, ikinciyi də B kvadratına. Vursaq onda olacaq nə? D A kvadratı böyükdür A kubundan, bir də D B kvadratı böyükdür B-nin kubundan. Yəni bu bərabərsin hər iki tərəfin birini A kvadratına, birini də B kvadratına vurdum. Mənim alındı bərabərsiləyən belə, bu şəkildə. Buradan da hər tərəfi alt-alta toplasaq, onda olacaq D A kvadratı üstə gəlsin D B kvadratı böyükdür A kubu üstə gəlsin B kubundan. Buradan D-ni mötərizə xaricdən çıxarsam, olacaq A kvadratı üstə gəlsin B kvadratı böyükdür A kubu üstə gəl B kubundan. Və mən də yuxarıda nə yazmışdım? A kvadrat plus B kvadrat nəyə bərabər? D kvadrat. Gətirib burada onda A kvadrat plus B kvadratın yerinə D kvadrat yazsam, onu da D-yə vursam, olacaq D-nin kubu böyükdür A kubu üstə gəl B kubundan. Elə məndən də nəyi soruşurdu? Bunu ispat etməyimi soruşurdu. Bunu da ispat etmiş olduq. Sağ olun, özünüzə yaxşı baxın. Görüşərik.